Davam edir əziz dostlar. Növbəti istedadlı dostum hal-hazırda yanımdadır. Gördüyünüz kimi onun əl işləri masamızın üzərindədir. Görək dostumuzun adı nədir? Fatimə. Fatimə neçə yaşın var? 10. 10 yaşı var Fatimənin. Fatimə, sən belə əl işləri toxuyursan, hə? Əziz tamaşaçılar, gördüyünüz bax, bütün bu əl işləri Fatiməyə məxsusdur. Toxuma sənəti ilə məşğuldur. Ən çox diqqətimi cəlb eləyən, baxın, burada bu meyvə tərəvəzi oldu. Bir dəqiqə göstər. Sarımsaq, biber, kök, pomidor, hamısı tərəvəzlərdir elə deyəsən, hə? Xiyar, badımcan, hamısını içinə sintifon qoyur və üstünü belə toxuyur. Hə? Fatimə, istəyirəm biraz danışasan bizim üçün. Necə toxuyursan bunları? Hardan bu ideya sənin ağlına gəldi? Kim öyrədir bunları sənə? Əmim öyrədir. Əmin öyrədir. Nə gözəl. O bunun təhsilini görüb, yoxsa elə bacarır? Bacarır. Bacarır. Neçə müddətdir məşğul olursan Fatimə? 2 il. 2 ildir. Aha. Və mən burada Fatimə sənin diplomlarını görürəm. Müxtəlif deməli, uşaq günündə fəal iştirakına görə öz əl işləri ilə, sonra müxtəlif təşkilatların keçirdiyi yarışmalarda Fatimə aktiv iştirak edərək belə diplomlara layiq görülüb. Fatimə, indi sənin hədəfin nədir? Nəyə nail olmaq istəyirsən? Toxuculuq öyrəndə müəllim olacağam. Aha, uşaqları öyrədəcəksən. Bəli. Aha. Gəl tanış olaq sənin başqa işlərindən. Bu nədir Fatimə? Çanta. Fatimə, nə qədər vaxt aparır bax bunu toxumaq? 3 gün. 3 günə sən buna nail olursan. Sonra burada belə corablar, hə? Bəli. Sonra belə bir şey xoşuma gəlir ki, əziz tamaşaçılar, elə Fatimə uşaqdır və uşaqlara uyğun nələrsə düzəldir. Baxın. Bu şərfdir, hə? Yoxsa başa keçirmək üçündür? Aha, başa keçirmək üçündür. Aha. Sonra və burada çox möhtəşəm bir əl işi var Fatimənin. Baxın. Ay Allah, nə gözəldir bu Fatimə. Baxın, necə gözəldir. Bunu neçə müddətə toxudun Fatimə? 14 gün. 4 günə. Fatimə, sən çox istedadlı qızsan və sənin çox böyük, parlaq gələcəyin var. Mən belə başa düşdüm, sənin çəkmə qabiliyyətin də var. Bəli. Rəsm çəkmə. Bəli. Aha. Deməli, bəs bunları əvvəl necə edirsən? Əvvəl belə rəsmi sənin ağlında canlanır, sonra düzəldirsən. Bəli. Aha. Nələr çəkirsən? Nə çəkməyi xoşlayırsan? Heyvan çəkməyi xoşlayıram. Bayraq, rəsmlər. Bəs Fatimə, belə toxuma ilə portret düzəldə bilərsən? Bəli. Ay, nə yaxşı. Mən, əziz tamaşaçılar, yəni şokdayam. Neçə yaşın var Fatimə? 10. 10 yaşı var Fatimənin və 2 ildə artıq bu toxumağa başlayıb. Belə çıxır ki, 8 yaşından toxuyur. Çox mükəmməl, yəni qüsursuz əl işləridir. Yəni, inanın ki, bunların qiyməti yoxdur. O qədər mən bunları qiymətləndirirəm. Yəni ki, qiymətsiz əl işləridir. Fatimə, sənə uğurlar arzulayıram. Və növbəti görüşlərdə mən səndən yeni əl işləri gözləyirəm. Və arzu edirəm ki, sən bu sənətin dalınca gedəsən, bunun məktəbini bitirəsən, rəssamlıq akademiyasına daxil olasan, bir rəssam kimi, bir modelyer kimi növbəti əl işlərini görüm. Hə, Fatimə? Bəli. Başqa deyəcəklərin var? Buyur. Xeyr. Aha. Bax, belədir, əziz tamaşaçılar, əziz dostlar, belə istedada sahib olan uşaqlar çox danışmağı xoşlanmırlar. Onlar daha çox işlərini nümayiş etdirmək istəyirlər. Bir daha sənə uğurlar arzulayıram və səni öyrədən Əminə təşəkkür edirəm. Bu cürdə davam elə. Təşəkkür edirəm. Davam edir, əziz dostlar.